Ramazan ayıdır, müqəddəs ayıdır. Kimlər ki oruç tutur, onların oruçları qəbul olsun. Hansı arzulan, hansı istəklə oruç tuturlarsa, onların bütünlükdə arzuları yerinə yetirilsin. Ümumiyyətlə deyirlər ki, orucu arzuya görə tutmursan da, o bəzən deyirlər ki, bu düzgün deyil, amma indi insanlar var ki, ürəklərində nə isə tutur, əhd edir. Ramazan ayı boyunca səhər yeməklərinə diqqət etmək lazımdır. Yəni gün ərzində tox qalasan da, yəni bunu məsləhət görürlər. Adamlar var, durur səhər tezdən həm yağ bal yeyir, həm şirin çay yeyir, həm yumurta yeyir, həm ət yeyir. Yəni bunları nəzərə almaq lazımdır ki, gün ərzində ac qalacaqsan. Nə yemək lazımdır, hansı yeməkləri yemək lazımdır ki, o kalorili olsun da başı hərlənməsin, yıxılmasın, nə bilim, digər halsız olmasın, taqətsiz olmasın. Oruç tutanları mən fikir vermişəm, yemək yeyəndən sonra bütün gün ərzində yatırlar. Mən deyirəm, niyə yatırsınız ki? Yox, yaxşı, sən Allahın qarşısında əgər borclusan, belə çıxır ki, sən məcbur edirsən özünü, yeyirsən, borc kimdə oruç tutursan, amma bütün günü də yatırsan və gözləyirsən ki, görək saat 8 ya 9-a işləmiş, ya 8-ə işləmiş, iftar vaxtının vaxtı gələcək. Nələr yemək lazımdır? Suluğu önləyən içkilərdən olar kefir, yəni qatıq yemək lazımdır. Həzmlə bağlı. Deyir ki, oruç tutanlar bəzən həzmlə bağlı problem yaşayır. Alma yemək lazımdır. Yulaf əzməsi yemək lazımdır. Tərkibi liflə zəngin olan bu taxıl növü həm acılığa, həm susuzluğa faydalıdır. Əgər kəpəkdən istifadə etsəniz, daha uzun müddət acılıq hiss etməyəcəksiniz. Sahurda kefirə 2 qaşıq yulaf kəpəyi qatıb yeyin. Çörək otu yemək lazımdır. Yəni nələrinsə içinə qatmaq, pendirin, şorun. Ümumiyyətlə çörək otu maraqlıdır, çox dadlıdır. Nələrin içinə atıb yesəniz çox dadlı olur. Qoz yemək lazımdır. Hər səhər 2-3 ədəd qoz yemək həm tox qalmanızı, həm də enerjili olmanızı yardım edir. Yumurta səhər-səhər. Yaşıl çay içmək lazımdır. Hər səhər adi çayı yaşıl çayla əvəz etsəniz, gün boyu həm enerjiniz azalmayacaq, həm də baş ağrısından uzaq olacaqsınız. Düzdür də, oruç tutanlar çox vaxt baş ağrısından gileylənir ki, başımız ağrıyır, əziyyət çəkirik. Banan yemək lazımdır. Banan kalorisi yüksəkdir. Gün ərzində insanlı, yəni acılığı hiss etməyəcəksiniz. Darçın. Səhər kofe içərkən və ya kokteyllərinizə əlavə etsəniz, darçın insulin dirənci ilə başa çıxmağınıza kömək edəcək. Bu da uzun müddət tox qalmağınıza deməkdir. Tox qalmağınız deməkdir. Bildiniz də, hörmətli oruç tutanlar, siz nə yemək? Kefir, alma, yulaf əzməsi, çörək otu, qoz, yumurta, yaşıl çay, banan, darçın. Səhər-səhər durdunuz, hazırlaşırsınız səhər yeməyin yeməyə. Onda imsaqda mütləq bunlardan istifadə etmək lazım, qidalanmaq lazımdır.